Bugünkü mövzumuzun adı say sistemlərdir. Say sistemləri iki yerə ayrılır. Hansılardır? Mövqeli say sistemləri, mövqesiz say sistemləri. Mövqeli say sistemi, bax, bugün bizim öyrənəcəklərimizdir. Yəni, mövqeli say sistemlərinə hansılar aiddir? Mövqelik say sisteminə aiddir ikilik say sistemi, daha sonra aiddir 8-lik say sistemi, 10-luq say sistemi, 16-lıq say sistemi. Biz əsasən bu 4 dənə say sisteminin üzərindən öyrənəcək, amma ikilikdən başlayaraq sonsuza qədər istənilən rəqəmə uyğun say sistemimiz var. İkilik say sistemini bax, yadına saxla. Bu hissədə yazdığım say sisteminin əsasıdır. Yəni, əsası 2 olan say sistemi, əsası 8 olan, əsası 10 olan, əsası 16 olan say sistemidir. Hansı say sistemi deyirsə desin, fərqi yoxdur. İstənilən say sistemi sıfırdan başlayır özünə qədər. İkilik say sistemi deyiriksə, sıfırdan 2-yə qədər, yəni 0 və 1 rəqəmi. Heç vaxt say sisteminin adında çəkilən rəqəm və ondan sonra gələn rəqəmlər heç biri say sisteminin tərkibində olmur. Bu hissəyə deyirik say sisteminin tərkibi. Bəzən tapşırıqlarda deyir ki, məsəl üçün, düzgün yazılan say sistemini götür. Bəs ikilik say sistemində 2 və 2-dən böyük rəqəmlər ola bilməz. Ancaq 0 və 1 rəqəmi ola bilər. 8-lik say sistemi rəqəmləri deyəndə aiddir bura 0, 0-dan 8-ə qədər. 0, 1, 2, 3, 4, 5, 6, 7. Onluq say sistemi rəqəmləri də deyəndə 0, 1, 2, 3, 9 neçəyə qədər? 9 içində olmaqla. Bəli. Çünki biz ona görə deyirdik ki, bizim riyaziyyatda istifadə etdiyimiz rəqəmlər onluq say sistemidir. Çünki biz, məsələn, birinci sinifə gedən uşağa 0-dan 9-a qədər rəqəmlər öyrədilir, düzdür? Sonra uşaq nə edir? Başda bu rəqəmləri birləşdirər, qruplaşdıraraq yeni, böyük rəqəmlər əldə etməyə. Ona görə də onluq say sistemi bizim gündəlik həyatımızda deyirik ki, analıq informasiyalarda onluq say sistemi istifadə olunur. 16-lıq say sistemi rəqəmlərdə adından bildiyi kimi 0-dan 16-ya qədər gedəcək. Ən böyük rəqəmi 15 olacaq. Sadəcə olaraq say sistemlərində belə bir xüsusiyyət var ki, say sisteminin tərkibində 2 dənə rəqəm yan-yana gələ bilməz. Yəni 2 rəqəmli ədəd ola bilməz. Məsələn, 8, 9, normalda gəlməlidir nə? Gəlməlidir 10. Sonra gəlməlidir 11. Daha sonra 12, 13, 14, 15. Amma bizdə say sisteminin tərkibində 2 rəqəm ola bilməz. Ona görə 10 rəqəmini biz göstəririk A hərfi ilə, 11-i B hərfi ilə, 12 C, 13 D, 14 Y, 15 F. Yəni 16-lıq say sistemində B deyəndə ağlında 11 gələcək. Y deyəndə 14 gələcək, F də deyəndə 15 gələcək. Əlifba sırası ilə A, B, C, D, Y, F. Yəni ingilis əlifbasının sırasından biləcəksən. Bir dənə bil ki, A 10-dur. Bu oldu say sisteminin əsası və tərkibi. Dediyim kimi, say sisteminin tərkibində əsas özü işləyə bilməz. Əsasında istifadə olunan rəqəm işləyə bilməz. Bir də say sisteminin tərkibində 2 rəqəmli ədəd gələ bilməz. Demək, say sistemlərində məsələn belə bir hallar var. Tutaq ki, verilib 786. Deyir, bu 8-lik say sisteminin rəqəmi ola bilər, ola bilməz. 8-i ola bilər. Çünki tərkibində nə var? Burada tərkibi deyəndə rəqəmləri bir-bir baxırsan. Daha 786 kimi yox. 7, 8, 6 kimi baxacaqsan. 7 ödəyir, 6 da ödəyir, amma 8 ödəmir. Daha sonra biz yazırıq bura 3, A, 4. Məsələn, bu 16-lıq say sistemi rəqəmi ola bilər. Deyəndə tərkibini tək-tək bax. 3, A, 4. Hər biri də 16-lıq say sisteminin tərkibində var. Düzdür? Ona görə bu doğrudur. Demək, bu yanlışdır, bu da doğrudur. Daha sonra say sistemində belə bir tapşırıqlar gəlir. Deyir ki, məsələn, say sistemində yazmışıq bura 77, 8-lik say sistemində. Deyir, 77 8-likdədir. 77-dən əvvəl var, 8-lik say sistemində hansı rəqəm gəlir? 6. Neçə? 6. Yox, 77-dən əvvəl neçə gələcək? 77-dən əvvəl deyil, 66. 66 niyə? 77-dən bir vaxt kiçik gəlir. Sən bax da. 76. 76. 76 deyəndə bir olduğu saxlayırsan, təkliyi azaldırsan da. Təkliyi azaldanda, məsələn 76, baxıram ki, 7 və 6 hər ikisi 8-lik say sisteminin rəqəmidir. Yaxşı, bəs 77-dən sonra 8-lik say sistemində hansı rəqəm gəlir? Burçaqlıq. Yox, gəlir. Və məsələn, normalda 77-dən sonra necə gəlir? 78. Tərkibində 8 olmaz. 79. Tərkibində 9 var, ola bilməz. Sonra gəlir 80-lər.
80-lərin hamısının tərkibində 8 var, ola bilməz. Daha sonra gələcək 90-lar. 90-ların da hamısının tərkibində 9 var, ola bilməz. Daha sonra da gələcək neçə? 100. Güzel. Demək 77-dən əvvəl gələcək 76, daha sonra da gələcək 100. Evet. Tərkiblərinə görə baxırsan. Evet. Yaxşı. Tutaq ki, vermişəm bura 29, 16-lıq say sistemindədir. Deyirəm ki, 29 rəqəmindən əvvəl 16-lıq say sistemində hansı rəqəm gəlir? Və 29-dan sonra 28, bəs 29-dan sonra necə gələr? 30, Yox. 30 gelmez. 30 gelmez. 3A diyebilirim. A-nı niyə görə deyirsən? 3, 0, 10, 30. Ama 3'e yazarım. Yox. Onluğu saxla. Təkliyi dəyiş. Məsələn, 9 saat 9-da burada. 9-dan sonra neçə gəlir? A. 9-dan sonra A-nı qoydum. Onluğu dəyişməyə ehtiyac var? Yox. Elə bil ki, bax sənin təsəvvür elə ki, bu hissə var ha. Bu hissə 16-lıq say sisteminin təklik mərtəbəsidir. F-ə çatandan sonradan sən onluğu dəyişə bilərsən. Bax, məsəl üçün, mən sənin bura yazmışam ki, F yazdım da. Elə bil ki, yazıram bura. Məsəl üçün, 2F, hə? 2F-dən sonra və əvvəl neçə gələr? 2F'den evvel F. Yox. Niye F gelmez ki? 15 olmuyor. 2F-dən qabaq nə olar səncə? 2E. 2Y, ay sağ ol. 2Y. Bəs 2F-dən sonra? 2F'den sonra 2FF. Yox, yox, FF yox. Bax, F nədir? 16-lıq say sisteminin tərkibinin ən sonuncu rəqəmidir, düzdür? F qutardı. F-dən sonra Evet. nədir? Sən hara qayıtmalısan? Qayıtmalısan əvvələ, sıfıra. 1, Demək, bu olacaq 0. Bu 0. çox təklikdir də. Ona görə də bu 2 də Evet. olacaq? Bir vahid artacaq, olacaq 30. 3, 30. 30. İndi bəs yoxlama 30. var. Bu 29-dan sonra neçə gələcəkdir? 29'dan sonra da 0 gelecek. 0 yox. Kabakta. 9-dan sonra 10 gəldi. A gəldi. 9'dan sonra Onluğu A. dəyişməyə ehtiyac var? Yox. 2A. Yok. 2. Başa Evet. Yaxşı. Deyirəm ki, 239-dan sonra 16-lıq say sistemində hansı rəqəm gələcək? 239'dan sonra kaydacı A. Rəqəm mütəbizdə necə olacaq? 24A. 24A. Evet. Niyə? Niyə Çünkü kaydırıp 23A yox, 24A? çünkü tələb onluğa keçəcəkdə dəyişəcək. Sən təkliyi dəyişirsən. Çünki sənin təkliyin qurtarmır, bax təkliklərin F-də qurtaracaq. Düzdür? Təkliklər Hə. əgər bitməyibsə, növbəti təklik varsa ardınca gələn onluğu niyə dəyişirsən ki? Hə, dəyişmirik. 23. Məsəl üçün, normalda biz riyaziyyatda 12-dən sonra 13 yazırıq da, düzdür? 12-dən sonra gedib Hə. 22 yazmırıq ki. Yaxşı. Bəs 27 8-likdədir. 27-dən sonra neçə gələcək 8-likdə? 27'den sonra 8'likdə. 100. Niyə? Çünki 8 isə sistemində 9 ola bilməz. Axırı 0 olmalıdır. 0. Yox, 9 niyə getdin ki birdən-birə? Məsələn, 27-dən sonra normalda neçə gəlir? 28. 28. 28 ola bilər 8-likdə. Ola bilməz. 29. Ola bilməz. Sonra 30. 30. 30 da ola bilməzsə. Niyə ola bilmir ki? 3 də 8 3 rəqəmi ver. yoxdur. Sən birdən-birə Hı-hı. çıxdın. 77-dən sonra 100 gəlir. 27-dən sonra 30 gəlir. Hə. Aydındır? Yaxşı. Bildim. Bildin mi? Bəs deyirəm ki sənə 777-dən sonra neçə gələcək? 798, 8, 9, 1000. Ay sağ ol. Aynı 1000 gələcək.
Bəs 2A F. 2A F'dən sonra neçə gələcək 16-lıqdan? 2A F'dən sonra 2A F 2 A F axıra 0 qoyacağıq. 3 A Yox. Rəqəmləri sağdan sola artıra gedirik də biz, düzdür? Aşağı mərtəbəni yuxarı doğru gedirik. F-dən sonra bir qaydanın əvvəli oldu 0. Düzdür? Bu düzdür. B 3B 3B yox, 2B. Çünki onluq mərtəbəsi bitməyib axı ki, sən yüzlüyü dəyişirsən. Mən sənə desəm ki, 2 FF-dən sonra neçə gəlir? 3 nə olur? Ay, sağ ol. Bax, 300. Aydındır? 310 gəlməz. 310 olmaz bə. 2 FF-dən sonra 300 gəlmir. 300 gəlir, prosta mən soruşuram ki, 310 ola bilməz. Başa düşmədim. Çünki 300. Hə, bildim. F-dən sonra bir dənə geriyə 0. 300. Bəli. Aydındır? Bəli. Sonra keçdik nəyə? Deməli, mövqeyli say sisteminin tərkibini dedik. Bir də qaldı mövqeysizi demədik də. Mövqeysiz say sistemi nə idi? Mövqeysiz say sistemi. Rəqəmlərini. Ay, bilirik onları. Bəli, bilirəm. Ehtiyac yoxdur onda. Yaxşı. Yoxdur. Ona ehtiyac yoxdur. İndi izahlayacağım nəyi? Say sistemlərində keçid. Əsas bunları yaxşı yadda saxla. Keçidlər. Keçidlər bax necə olacaq. Belə bir qayda verəcəm sənə. Bax, bu onluq say sistemidir. Onluq say sistemindən istənilən say sisteminə keçəndə istənilən say sistemini nəyə nəzərdə tuturuq? Yəni 2-lik say sisteminə, 8-lik say sisteminə, 16-lıq say sisteminə və yaxud da bir n-ci say sisteminə keçəndə həmişə yadında saxla böləcəksən. Bölmə əməliyyatı yerinə yetirəcəksən. Yox, əksinə. 2-lik say sistemindən 10-luq say sisteminə, daha sonra 8-lik say sistemindən 10-luq say sisteminə, 16-lıq say sistemindən 10-luq say sisteminə, n-ci say sistemindən 10-luq say sisteminə keçəndə isə, burada əksinə isə qüvvətlə tapacaqsan, qüvvətə qaldıracaqsan. Bax, nə deməkdir bu? Tutaq ki, bax, bu bizim qaydamızdır. Bu qaydanı mən yadımda saxlamışam. Bir dənə yadımda saxla ki, 10-luqdan başqa say sisteminə keçəndə böləcəksən, başqa say sistemindən də 10-luq say sisteminə keçəndə də qüvvətlə yazacaqsan. Tutaq ki, belə bir rəqəmimiz verib, yazmışıq biz burada 27 10-luq say sistemində. Deyir ki, 27 10-luqdadır, bu rəqəmi həm 2-likdə yaz, daha sonra həm bu rəqəmi 8-likdə yaz, həmçində bu rəqəmi 16-lıqda yaz. Bu x-ları çox görəcəksən, testlərdə də var. Bu x odur ki, yəni məchuldur da, bilmirəm ki, o neçədir. Demək, bunu necə tapacaq? Birinci, gəl tapaq, 27 10-luqdadır. Bunu keçirdək 2-lik say sisteminə. 10-luq say sisteminə 2-lik say sistemi keçəndə nə edəcəkdim? Böləcəkdim. Yəni, 10-luqda verilmiş ədədi sütunlu şəkildə 2-yə böləcəksən. 27-ni 2-yə böləndə neçə olacaq? 27-in içində 2, 13 dəfə, qalıq 1. Bizə əsas qalıqlar lazımdır. 13-ü 2-yə böləndə 6, qalıq 1. 6-nı 2-yə böləndə 3, qalıq 0. Bəzən uşaqlar qalıq 0 olanda yazmırlar. 0-ı da yazın, çünki 0 da lazımdır. Heç bir qalığı itirmək. 3-ü də 2-yə böləndə 1, qalıq da 1. Bax, axırıncı cavab qalıqlar aşağıdan yuxarı. İndi deyərsin ki, bunu yuxarıdan aşağı gizləndə də 1, 0, 1, 1. Aha, demək 1, 1, 0. aha, 1. Aydındır? 8-liyi keçəndə də eyni bu qaydada 27 10-luqdadır. Bunu keçirdəcəksən 8-lik say sisteminə. 8-lik say sisteminə keçirdəndə necə olar səncə? Nə edəcəksən? Böləcəksən 8-liyə. 20-nin içinə 3 dəfə, qalıq da 3, axırıncı cavab da qalıq. Bu da bizə neçə verəcək? Verəcək 33 8-likdən. Sonra
Bir də 27 onluqdadır, çevirək 16-lığa. 16-lığa çevirəndə də eyni qayda ilə 27-ni böləcəksən 16-ya. 27-nin içində 16 bir dəfə, qalıq da qalacaq 11. Düzdür? İndi bax 11'den A, A, 11. Neçə olacaq? 11 neçə idi? A yaz. A yox. A, B, B, B. B olacaq. Çünki bizdə heç vaxt, çünki qalıqda bir rəqəm alınır da, bizdə iki rəqəm alına bilməz. Cavab olacaq nə? 1, B. Cavab olacaq 1, B 16-lıqdır. Aydındır? Bəli. Çətin deyil. Xeyr. Əla. Yaxşı, indi gəl bir də bunun əksin gedək. 10-luqdan keçək hara? 10-luqdan keçək? Yox, 10-luqdan yox, daha digər say sistemlərindən 10-luq say sisteminə keçək. İndi orada da neyincə qüvvətlə? Belə bir misal tutaq ki, verilib mənə. Belə bir rəqəm verilib. Deyir, bunu keçir 10-luq say sisteminə. Bunu 10-luq say sistemi də 10-luğa keçirməyin iki qaydası var. Bir var kitab qaydası. O biraz uzun gedir. Bir də var onun tezbaza şifahi qaydası. İkisini də öyrədəcəm. Çünki bəzən olur ki, kitab qaydasına uyğun sual düşür. Belə bir sual verilib. Kitab qaydasında necə belə gedirik də. 1 Üstü 4 plus 1. Vurulsun 1 plus. nə yazacaqsan? Sağdan sola birincinin üstünə yazsan 0. Sonra 1, 2, 3, 4, 5. Bir nömrələyəcəksən. Nömrələdin. 2 üstü 5 vurulsun 1. Necə? 2 üstü 5 vurulsun 1. Ay sağ ol. Yəni 1 vurulsun 2 üstü 5. Üstə gəlsin. Sonra 2 üstü 3. 0 vurulsun 2 üstü 4. Yəni sən sıfırları sildin. Düzdür? Ha 2. Bir vurulsun Bir də 2 2. üstü 3. Mən indi tam açılışını yazıram, ona görə silmədim. 2 üstü yox. 2. 1 2. vurulsun 2 üstü 1. Üstə gəlsin 1 vurulsun 2 üstü 1. Hə, sonra uca bu qısa belə gedəcək. 2 üstü 5. Üstə gəlsin 2 üstü 3. Üstə gəl 2 üstü 1. Üstə gəl 2 üstü 0. Buradan da alırıq nəyi? 32. 2. Üstə gəl 8. 1. 1. 43. 43. 43 onluqda. Bir də bunun qısa qaydası bax belədir. Məsələn, biz həmişə tapşırıq işləyəndə uşaqlara deyirəm ki, məsələn, qısa qayda ilə get. Əgər sizdə məsələn testi görəndə eyni vaxt vardır da, buna deyirlər ikonik açılış. İkonik açılış. İkonik açılış, yəni kitab qaydasına da. Bu məsələn vaxt taparan bir şeydir. Bir də oturur. Amma tezbazlar üsuluna bax belə nömrələyirik həmişə. Həmişə istənilən say sistemi üstə birinci 1 yazırıq, hə? 1 yazırsan. Sonra bu 1-i 2-yə vura-vura gəl. Məsələn, bu ikilik say sistemini 2-yə vura-vura yaz. 2-ni qüvvətdən yazacaqsan. 1, 2, 4, 2 dəfə artırırsan. 8, 16, bu da oldu 32. Oldu. Sonra sıfırları sildik. 1-ə vuranda yuxarıdakı rəqəmi aşağıdakı rəqəmə vurub yazırsan. Yəni 32 vurulsun 1, 32. 8 vurulsun 1, 8. 2 vurulsun 1, 2. Üstə gəlsin 1, o da olacaq 43. Yəni elə birbaşa elə üstündən toplamaqla da tapa bilərsən 43. Aydındır? Böyle rahatlamak. Başa düşdün? Çok rahat. İkinci, çox Bəli, bəli. misalın yəni üstünə baxıb, elə uzaq başa elə bir dənə testin üstünə bir dənə rəqəmləri, bir dənə qüvvətləri düzdür, şifahi tapırsan. Bu birinci sadəcə ikonik açılışdır. Bir dənə onu dediyim kimi bəzi təsadüfən testlərdə qarşımıza çıxır. Bir də bu qüvvət tapşırıqlarımızda var, onlarda da lazım olur. Yaxşı, indi gəl başqa bir şey yaz. Qüvvətlərin 8 İkinci qüvvətlərin 8192-dən sonra öyrənmək lazımdır. Neçədən sonra? 2 üstü 8192. yox. Bir dənə bil ki 65536 216-dır. 65536. Çox vaxt testlər bir görsə 65535 verilir. Bilir ki, bax buna. Olsa indi bundan da sonraki dərs var. Bəli. İnformasiyanı kodlaşdırmasan. Orada qüvvətlə işləyəcəksən. Bu çətin. 65536. Belə deyək də, məsələn mən özüm də 213 8192-də oradan əzbər bilirəm. Hə? 213. Bəli. 214-ü tam əzbər bilmirəm. 214 bilirəm ki, 30 ilə başlayır, 16 ilə başlayır. Çünki əvvəldəki rəqəmi 2-yə vururam həmişə. Məsələn 215-də 32 ilə başlayır. Çünki axırıncı 16 idi, 16-nı 2-yə vuranda formada gedir. Bir dənə bu axırıncını əzbər bil. Çünki bəzi video görsən bura 5 yazırlar çaşdırmaq üçün. Qalanlar ehtiyac yoxdur. Tutaq ki, 8-likdə belə bir rəqəm verilib. Deyir ki, 2, 7, məsələn 6, 8-lik say sistemidir. Deyir çevir 10-luğa. 10-luğa keçirdən necə eləyirdik? Qısa qaydasına getsək. Necə gedir?
Kısa qaydasından Həmişə axırıncı rəqəmin üstünə 1, 1, 2, yox 2 yox. 1, 2. 8-dir, 8 dəfə artır. 1 vur 8, Hə, 8, 8 vur 8, 4, 64. 64, Topla. 64-ü 2-yə vuranda 128, 128, 8-ə vuranda 56, 6, bu da elədi 6. Bunlar 6, elədi 62, bu da eləyəcək 190, neçə? 190, 190. 190, Hə, 10-luqda küsü qurtardı. Belə, asıldı. Sonra 16-lıq say sistemində də yazaq. Tak yazmışıq 3, D 16-lıqdadır. Bunu 10-luğa keçir. 10-luğa keçirdəndə yenə necə eləyəcəksən? 1, 2, Yox, 2 yox. 1, 2 yaz. Say sistemi 1, 16. 16. Hansı say sistemindədirsə ona görə artır. Bu da bizə verəcək nə? Ki 16 vurulsun 3, üstə gəlsin 1 vurulsun D. D ilə bizdə neçə idi? D ilə bizdə 13 idi. A, B, C, D. 13 idi. Yəni 48 üstə gəlsin 13, o da eləyəcək 61. 61. Küsü. Geldi. Belə asan. Aydındır? Bəli. Lap belə yazım da, bir dənə sənin üçün qayda kimi. Tutaq ki, verilib A, B, C ədədi n-ci say sistemidir. Yazacağım birinci 1, 1, n, daha sonra da n kvadratı. Onluğa keçirdəndə belə yazırsan. Bildin? Tutaq ki, burada bir dənə də rəqəm olsa, D olsa, bu da olacaq n-in kubu. Ki, hər dəfə n dəfə artırırsan. Ondan o hisslərə keçməsəydə mən bir rahat yol şey elədim. Bir tane yazım atım sizə. Kaçak yapıyorlar. Yok, o birisini deyirəm. Hə, bir dənə də yaz at baxın. Məsələn, o biri üsulu qüvvətlə də yazmaq olur. Ondan keçməyi deyirəm. Ondan o birisinə keçməyi deyirəm. Ondan o birisinə. Hə, mən də onu deyirəm. Ondan məsələn ikiliyə keçmək qüvvətlə yazmaq mümkündür. Məsələn, bir dəqiqə atıram. Bir dənə yaz baxım ki, hansı üsul versən. Atıram da təkrar. At baxım. Hə, bildim. Belə də bölürlər. Belə bölməkdənsə kitablarda məsəl üçün belə bölürlər. Nəzəri kitablarında. Amma belə sütunlu bölmək mənim üçün daha sürətli gedir. Belə bölənlər də var. Məsələn, müəllimlər də var. Elə müəllimlər var ki, bu formada bölürlər. Amma mən belə sütunlu bölürəm. Sonra ben karşı sorularına göre. Necə boşluq olacaq? Karışık. Qarışıq, nə bilim. Ya da ki, birbirine katışıp yer, metalik səhv olur. Yox, olmur. Məsələn, sabahcı biraz lap böyük rəqəm eləyim. Tutaq ki, vermişəm bura 89, hə? Bunu keçidirəm onluğa. Onluğu keçidəndə nə edəcəm? 2-yə böləcəm. 84-ü içində olacaq neçə kimi? Olacaq 44, qalıq 1, düzdür? 44-ü 2-yə böləndə 22, qalıq 0. 22-ni 2-yə böləndə olacaq 11, qalıq 0. 11-i 2-yə böləndə 5, qalıq 1. 5-i 2-yə böləndə olacaq 2, qalıq 1. 2-ni 2-yə böləndə 1, 0. Sonra bunu belə aşağıdan yuxarı düzəcəksən. Düzəndə olacaq neçə? 1, 0, 2 dənə 1, 0, 0, 1. Çətindir? Yox. Belə. Mənə bu daha sürətli gəlir. Çünki bir də misal təzədən aşağıdan köçür. O bilirsən necə? O biri mənim üçün vaxt içkisi kimi gedir. Amma dediyim kimi, onunla işləyən müəllimlər də var. Elə yazanlar da var, uşaqlar da var. İndi hansı sənə daha sürətli gəlirsə, əl sürətindən asılıdır. Məsələn, mən bunu daha sürətli hesablayıram. Sonra bunu 2-nin qüvvətləri ilə də yazmaq olur. Məsələn, biz elə bunun için. Məsələn, 89-u 2-nin qüvvətlərinin cəmi kimi necə yazaram? Yazaram 64, üstə gəlsin 16, bu mənə verəcək 80, düzdür? Üstə gəlsin 8, üstə gəlsin 1. Üstü 6, bir 2, üstü 3, 89. 2, 4.
89 eləmir. Aha. So 64 nə idi? 2 üstü 6, 2 üstü 4, 2 üstü 3, 2 üstü 0 oldu. İndi bu düzü ən sonuncu mərhələ indi izah edirəm, elə qüvvəti buradan da başa düşəcəksən. Ən böyük qüvvətin neçədir? 6-dır. Bax, 6-cı qüvvətin var, var. Yerinə yazacağam 1. Bunların qabağında elib ki, hamısında 1 vurma var. 1 vurma yazılmır. 5-ci dərəcədən qüvvətimiz var. Ebi 6-dan 0-a kimi saya-saya gedirsən. 5-ci dərəcədən qüvvətim yoxdur, 0. 4-cü dərəcədən qüvvətim var, 1. 3-cü dərəcədən qüvvətim var, 1. Sonra İkinci dərəcədən qüvvətim yoxdur. Birinci dərəcədən qüvvətim yoxdur. Sıfırıncı dərəcədən qüvvətim var. Bax, eyni cavab aldım. Aydındır. Bəli. Çətindir. O birisi daha asandır. Bölmə bu. Bəli. Yəni, asandır. Bu baxır da, elə misal var ki, bununla işləmək daha rahat gəlir. Eləsi var ki, bölüm getmək. Buna görə ucu dəyişəcək. Həmin anda sənə hansı üsul rahat gələcək, onu işləyəcəksən. Yaxşı. İndi mən bunlara aid sənə suallar verəcəm. Sən onları işlə, sonra mən sənə növbəti qaydanı başa salım. Yaxşı. Gəlin sənə sual verək. Burada nə? Yazıram. Sən mənə cavabları atacaqsan, sonra mən də bir-bir həll edəcəm. Baxaq görək yazmışıq yoxsa yox. Tutaq ki, vermişik 269 onluqdadır. Deyirəm bunu keçir 16-lığa. Həmçində lap keçir 8-liyə. Sonra ikinci misal. Ancaq 2-yə bölməliyik də, onu 10-cuğa keçsən də. Ondan sonra birisine keçsən də. Ondan sonra birisine keçsən. Hansı say sisteminə keçsənsə, həmin say sisteminin rəqəminə böl. 16-lığa keçəndə 16-lığa, 8-liyə keçəndə 8-liyə. 2-liyə keçsəydin 2-liyə. Elə bir dənə bunları tap. Kifayətdir. Ondan 8-ə keçməli unutmadım. 269-u 8-ə böldüm. Qaldı 5. Qalıqda 5. 33. 33-ü böldüm 8-ə. Qalıqda 7. Bir də 3. 3-ü bir də bölüm 8-ə. Bölünənə qədər getdi. Bölünmürsə, bölmə. 57. 8 aldım. 57 aldım birinci. 8. 8'i. Yazmadım deyəsiz. Hamısını bitdi. Yoxsa qaldı? Yox, Hamısını yazıram mən birincidə. Aha, yaz hamısını. Yaxşı.
Burada DF bitişik yazıbsınız. O nə mənə gəlir şimdi? Hansı? DF bitişik yazıbsınız. D 4. 16-lıqdadır, onluğu keçirt. 16-lıq say sistemində DF-dir. Aha, bildim bildim. Atıram. 269-u 8-likdə nə kiçik rəqəm almısan? On altını 16-ya niyə bölməmsən bəs yenidən? Bax, düz almısan ikincini. İkinci düzdür. Dördüncünün cavabını almısan. 200 neçə? 9. Bir də bax bunu düz almısan. O birlər səhvdir. Səssiz gəlmir. Səsim gəlmir. Dəqiqə. Gəlir. Səssiz necə? İndi gəlir. Bax, üstündən işarə qoyduqlarım düzdür. Digərləri səhvdir. Mikrofon özünə bağlanacaq. Bir dəqiqə. Səs gəl bax. Mikrofondan çıxmır da bir şey. İstə çıx yenidən qoşul. Səs niyə belə oldu? Olur. İndi səs var. Bu niyə belə deyil? Dəqiqə. Yenə gəlmir səssiz. Nəsə olub? Gəlmir. Gəlir elə bir şey, uzaqdan gəlir elə bir şey. Mənə də problem. Mən eşidirəm normal. Baxaq da baxaq. Bir dənə bax, gör düzələcək. Dəqiqə. Alınmadı. Düzəldi. Niyə belə oldu ki? Eşidirəm. Elə belə gəlir. Səssiz gəlir, prosta yavaş gəlir. Tam eşitmirəm ona görə. Yenidən qoşuldan yenə düzəlmədi. Düzəlmədi ya.
Həmin izahını bax göyə işləyəcəksən. 269-u Şeydə. 16-ya böləcəksən. 16-ya böləndə necə olacaq? 26 içində 16 bir dəfə, qalacaq 10. Sonra 109-un da içində 16 olacaq. 6 dəfə 96. Düzdür? 9-dan da 96-nı çıxanda qalacaq neçə? Qalacaq 13. 14. 14. 14 yox. 13. Aha, 13 qalacaq. Daha sonra da 16-nı bir də 16-ya böləcəm. 16-nın içində 16 bir dəfə qalacaq 0. 13 bizdə nə idi? 13 bizdə D idi də. Cavab olacaq neçə? Cavabımız olacaq demək ki, 10 D. Sən yazmışdın tam başqa bir rəqəm. Bax, səhvlərdə getmirsən. Bölmədə. Düz bölməmişdin. Mən 109-dan 96-sını çıxıb 7 yazmışam. Hə, o 7 ilə də gördüm onda. Halaldır. İndi bildim ki, riyaziyyatı həqiqətən də sevmirsən. 269-u 8-ə ilə görək necə bölürük. 26 içində 8 3 dəfə, 2 qalıq, düzdür? 29-un içində də 8, o da olacaq 3 dəfə, qalıq da qalacaq 5. 5. 3-ü də 8-ə böləndə 4, qalıq da qalacaq 1. Cavabları da əksinə düzəndə olacaq neçə? 415 8-likdə. Mən burada nətər 57 almışam. Aha, necə almısan? Maraqlı. Birincindən qala çıxıb 26-nı bölmüşəm. 26-dan 24-ə çıxmışam, qalıb 2. Sonra? Sonra 29-dan 24-ə çıxmışam, 5 qalıb. Başqa bir şey yoxdur. Bölmə. Yəni 57 yazmışam. 33 yazmışdın. 33 yazmışam mən. 33-ü 8-ə böləndə neçə almışdın? Hə. Bölməmişdim. Aysa. Bax, adi riyaziyyatdır da. Bu say sistemlə, informatikada nə əlaqəsi var? Adi bölmədə bölə-bölə gedirsən. Riyaziyyata elə 33 saxlayırıq? Yox. Bizim qismətimiz bölünəndən kiçik böyük ola bilər. Yox, bölmüşəm 33-ü. Almışam 7. Qalıqda 7 almışam. Neçə dəfə götürmüsən ki? 24 götürmüşəm dişimi. O da 9 edir. O sizə 24-dən çıxıb 7 yazmış. Bölməkdən keçib. Sən riyaziyyatı yeni nəfəs gətirmirsən. 49-u sonra bölürsən 8-ə. Üçüncü tapşırıqda 8-ə böləndə. 49-un içində 8 neçə dəfədir? 6 dəfədir. Qalıq 6 dəfə. 1. Cavab neçə olacaq? Cavab olacaq 61. 1. Sən nə yazmısan? 1. 1. 6 hara getdi? Bəs axırıncı cavab qalıq. Sonra 49-u 16-ya böləndə. 49-u içində 16 olacaq 3 dəfə 48. 3 dəfə 31. Bu da bizə verəcək neçə? Bu da bizə verəcək 31. 31. Bəli. Sən neçə yazmışdın? 1. 1. Bəli. Sonra DF-də də səhv yazmısan. DF 16-lıqdadır. 10-luğa keçidənin üstünə yazacağam 1, daha sonra 16. Yəni 16 vurulsun. 13-16-ya vuranda 207. Üstə gəlsin 10. 8. 16-nı 13-ə vuranda neçə alırsan? 208. Aha. 208-in üstünə də 15 gələndə 200 neçə eləyir? Mən F1 götürmüşəm ona görə. 23. Niyə 1 götürmüsən? 223. F-i. Niyə? F1-dir. Diqqətsiz eləmişəm. Olmadı. Yenə verirəm. Yaxşı. Buna bir dənə verirəm, yenə işləyirəm. Yaxşı. Bir dəqiqə bu səs problemini düzəldim mən. Bildim nədəndir. İnşallah yazılınca Sırf səsən gidiyor. mən də burada danışacağam ki, səsim gəlsin ki, səsi biləsən ki, düzəlib, düzəlməyib. Yaxşımı? Yaxşı. Yaxşı. İnşallah ki, tez bir zamanda düzələr. Düzəldi səs? Elə belə. Nə oldu buna birdən-birə? Dinamika gəlmir ona görə. Görüntü normaldır. Görüntü normaldır bəli.
Sözünə şeydir. Buyur. Səs düzəldi yoxsa yenə eynidir? Eynidir. Bölmələrdə diqqətli ol. Atıram.
Həlləri hardadır bəs? Bir dəqiqə onları da atım. Birinci misalın 8-ə bölməsində diqqətli ol. Neysə belə hesablamada yenə də səhv getmirsən. Çünki belə əvvəli biraz düz oxşuyur. Çünki hesablarımı atma səhvləri mən görüm ki, harda səhv getmirsən. Attım sezonlarda. Aha, baxın. Prosta oxuya bilsəz qəşəng olar. Yox, bu yaxşıdır ki, sən xəttlər görmürsən. Mən sənə elə xəttlər ataram ki, xəttləri oxumaqdan Təzyiq yazıram yoxsa yaxşıdır xəttim. gözlərim zəifləyib həqiqətən də. Bu qədər gözlərimi qıyıb belə xəttlərə diqqətlə baxıram ki, nə var orada. Oxuyamazsınız deyin kömək edək. 245-i 8-ə bölmüsən də, düzdür? Bəli. Bəli. 245-i içində 8 3 dəfədir. İşte. Bəli. Dəqiq. 24. Hı. 3 dəfə 5 qalır. 5 düşür aşağı. 5 8-ə bölünmük. Bax, 24-ün içində 3 neçə dəfədir? 8 dəfə, hə? Yəni 80 dəfə birbaşa. Bu bizə verəcək 240. Bax, belə yazaq. Qalacaq 5. Düzdür? 80-in içində 3 neçə dəfə olacaq? 30. Mən bunu 3-ə niyə bölürəm? Mən deyən lazım. 30'a bölün. Mən 8'e bölün. Bu bölgü 30. 8-liyə keçmək idi. Özümə də bir anlıq maraqlı gəlir ki, mən niyə belə görürəm ki. Demək, bu eləyəcək 30 dəfə. Burada yenə qalacaq 5. Düzdür? 30-u 8-ə böləndə 30-un içərisində 8 neçə dəfədir? 3 dəfə. 3 dəfə. Qalıq da qalacaq neçə? 6. 2. Yox, 6. 6. Çünki 24-dür də. Neçə eləyəcək? Bu da eləyəcək 365. 365. Amma sən nəsə yazmışdın 35. 6 niyə gedib? O 3-ün sıfırı hanı? Bölməli 8. Mən səhv etmişim. 24'e bölmüşəm 3'ə. 8'ə 3 alıb. Hə. 5. Buracan aydındır bunlar. İndi işlədikcə Bəli, bəli. Sadəcə diqqətli ol. Yaxşı, gəl indi kiçik bir hissə qaldı. Onu da izahləyəcəm. Ondan sonra sənə ev tapşırığını verəcəm. Topludan verməyəcəm. Sənə ev tapşırığını verəcəm Koderadan. Demək, evə tapşırıq. Kodera PDF atarsınız. Mən sizə PDF-ini atacağım sənə. PDF-ini atacağım orada. Kodera. Ha, Kodera. Koderanın yenisi çıxmalıdır. Bu bir dənə çıxsın, görək nə çıxacaq. Demək, Koderadan 2.1 çox asandır. Çox asandır da. 2.1-də bir sənədir, ancaq düz doğru səhv tapacaqsan. 2.2 Rom rəqəmləridir. Bir də 2.3, 2.3-də ancaq keçidlərdir. Bu cür onluqdan 2-yə, 2-dən onluğa. 2.3-ü işləyib bitirəndən sonra artıq səndə səhvlər qalmayacaq. 3 dənə bölmə. Çox azdır. Maksimum 100 dənə belə test var yox. Yaxşı. Bu qədər. İndi bu ev tapşırığı bunlardır. İndi izahın ardında verim. Testləri görəndə sonra çaşqınlıq yaranmasın ki, hani artıq. Demək, hansı qaydadır? Növbəti izah eləyəcəyim qayda 16-lıq say sistemindən 8-lik say sisteminə keçməkdir və yaxud da əksinə 8-lik say sistemindən 16-lıq say sisteminə. Burada bir qayda var ki, hansından keçirsənsə keçid mütləq arada 2-liyə keçmək lazımdır. 16-lıqdan 8-liyə keçirdəndə birinci rəqəmi 2-liyə, sonra da 8-liyə keçirdəcəksən. Bax, məsələn, misal veririk, tutaq ki, yazmışıq bura 2, A, məsəl üçün F. Bu 16-lıqdadır. Deyir, bunu keçir 8-liyə. 8-liyə keçirdəndə necə eləyəcəksən? Hər bir rəqəmi ayrı-ayrılıqda ikilik say sisteminə keçirəcəksən. Bunun üçün belə bir qayda var. 16 üçün yazacağım. Demək 1, 2, 4, 8. Yəni 16-ya qədər olan 2-nin qüvvətlərini göstərəcəm də. 1, 2, 4, 8 qaydası. Bu qayda nə deməkdir? Bax, bu rəqəmlər var. Bax, bu 2-dir, bu A-dır, bu da ki F-dir. Bax, yazdığım rəqəmləri tək-tək bura yazacağım. 2-ni var ha, 1, 2, 4, 8-in hansının cəmi kimi göstərmək olar? 2-ni elə təkcə mən göstərərəm elə 2-nin cəmi kimi, düzü 2 kimi. Qalanların yerinə qoyacaqsan 0.
Bu o deməkdir ki, 2 var ha, 16-lıqdadır. Amma ikilikdə isə bu olacaq 0, 0, 10. Bu rəqəmin qarşılığı budur. A bizdə neçədir? 10-dur da. Onu bu rəqəmlərin hansının cəmi kimi göstərə bilərsən? 8, 2. 8 nə? Hansının cəmi kimi göstərə bilirsənsə, onların yerinə 1 qoyursan, istifadə eləmədiklərinin yerinə 0 qoyursan. A oldu neçə? Başa A düşdüm. oldu 10, 10. F-də neçə idi? F-də 15-dir. F-i də necə yazaram? Hamısı 1 qoyacam. Elə hamısının yerinə 1 qoyaram, yox. Yəni 4 dənə 1. Hə. Bu oldu həmin bu rəqəmin, bax, 2AF-in ikilik sayı sistemində qarşılığı. Bunu 8-liyə keçirdəndə isə həmin bu rəqəmi 8 özü nə deməkdir? 8 özü 2 üstü 3 deməkdir. Yəni qüvvətin sayı qədər ayıracaqsan. Bax, həmin bu rəqəmi yazacağam bu qıraqdan. Demək 0, 0, 10, sonra min 10, sadəcə rəqəmləri yan-yana yazmalısan. İndi bunu neçə ayıracağam? 8-liyə keçirdiyimə görə 8 2 üstü 3 olduğu üçün 3-ü ayıracağam. Bax, belə 3-ü ayıracaqsan. 300. Birdən əgər ayıranda qabaqda tutaq ki, bir dənə rəqəm artıq qaldı, hə? Artıq qalanda həmin rəqəmə də 3-ü ayırmıram, çatmayan qədər 0 atacaqsan. Aydındır? İndi məndə rəqəm qalmayıbdı, çünki mənə tam ayrıldı, ehtiyac yoxdur. Sonra bunun üzərində hər bir aralığı 1, 2, 4 qaydası. 2-nin qüvvətlərini düzürsən də. 1, 2, 4. 1, 2, 4. 1, 2, 4 yazdım. Ancaq bax buradan birlərin üstünü topla. Burada birlərin üstünü toplayanda 7, burada birlərin üstünü toplayanda 5, birlərin üstünü toplayanda 2, burada da birin üstünü toplayanda 1. Demək rəqəm olacaq neçə? 1257 8-likdə. Aydındır? Sən başa düşdün? 1, 2, 4. 1, 2, 4 qaydası. Elə bir ki, belə yada saxla da 8-dən kiçik 2-nin qüvvətləri hansıları? 1, 2, 4-dür da. Bildim, bildim. Belə. İndi bir dənəsini mən buraya yazım. 16-lıq say sistemi də eyni bu qaydadır. 16-lıq demə 8-lik. Vay 8-liyi keçəndə necə olacaq? 8-liyi də izah eləyəcəm, sonra elə bunu saxlayacaq monitordakı, ona baxıb işləyəsən növbəti misalı. Tutaq ki, verir belə 2, 265. Bu 8-likdədir. Məsələn, mən bu rəqəmləri əzbər bilirəm. Məsələn, məndə uşaqlar hamısı əzbər bilir. Çünki biraz keçəndən sonra heç bir cədvələ ehtiyac qalmayacaq. Demək, bu 265-i keçirtməliyəm 10-luq say sistemi. Təbii ki, birinci keçirdəcəm 2-liyə, 2-likdən 16-lığa keçəcəm də. Yeni qayda necə idi? Hər bir rəqəmi ayrı-ayrılıqda neynəməlisən? 2-liyə keçirtməlisən. Yenə cədvəllə. İndi 8-lik deyirsə, 8-likdə hansıları istifadə edəcəm? 8-likdə istifadə edəcəm 1, 2, 4. 6, 2. Aha, demək 2, 6, 5. Nə olacaq? 2-ni hansı rəqəm neçə kimi göstərəcəm? 2. Yəni 0, 10. 0, 1, 1, 0. Hə, 0, 10. 6 nə olacaq? 6, 4, 2. 1, 1, 0. Yəni 110. Həmçə deyəndə çalış bu rəqəmi bütöv şəkildə. 1, 0, 1. Aha, yəni 101 kimi. Bu da bu formada. Belə. 101. Bu oldu həmin bu rəqəmin ikilik say sistemində qarşılığı. İndi biz bunu 16-lığa keçirtməliyik. 16-lığa keçirdəndə hər bir rəqəmi yan-yana yazacaqsan. Bu 0, 100, 101. 110, 101. 16 özü 2 üstü neçə deməkdir? 2 üstü 4 deməkdir. Demək sən bunu 4 ayıracaqsan. Bax, yadda saxla. 16-lığa keçirdəndə 4 ayırırsan, 8-liyə keçirdəndə 3 ayıracaqsan. Özə fikir ver, 8... 4, 16, 64. Aha, bunu da sonra böləcəm. Bax, belə 4 böləcəm. Böləndə görsən, burada bir dənə rəqəm qaldı. Çatmayan yerinə 3 dənə 0 atacam ki, 4 dənə olsun. Sonra üstünə yazacağam. Üstünə yazacağam 1, 2, 4, 8 qaydası. Bir yaxının əksi elə bir. Burada 1, yox, bu 1-dir, bu 2-dir, bu 4-dür, bu da 8-dir. Burada 1, 2, 4, 8, sonra ancaq birlərin üstünü toplayacağam. Birlərin üstünü toplayanda demək 8, 2, 1. Bu elədi 11. Bu isə də eləyəcək 4 ilə 1 toplayanda 5. 11 də bizdə nə idi? B idi də. Yəni olacaq B, 5, 16-lıqda. Aydındır? Birinciyi necə toplamalıyız? Hamısı sıfırdan görə. B5. Başa düşdüm. Qaydanı saxlayıram, qaydanı silmirəm.
Sadəcə olaraq buna uyğun buradan yazıram. Demək, yazaq. Tutaq ki, belə bir misal verilib bizə. Məsələn, nə verilib bizə? 453 8-likdədir. Deyirəm, bunu keçir 16-lığa. Həmçinin də 1, B5. Bu da 16-lıqdadır. Bunu da keçir 8-liyə. Bu ikisini hesabla. Birinci 14'e geçer. Aldın cavabları. Birincini aldım, ikincini yazsam. Birinci 14. Evet. Yox, 14 eləmir axı. Niye 14 yazamazsın ki? 1 plus 2 plus 11. 14. 3 rəqəmlər də qoymalı. 3 rakamlı. 3. 463. Ne ben bunu həmişə 4 2 1 olarak ayırırım ha? 16-lıq olanda hə. 1 2 4, 8-lik olanda 1 2 3. Bir 2 3. 1 2 4. 3 yox, 1 2 4. Qüvvətlərlə gedirsən ancaq. Hı. Bölüş mənimə niyə səhvdir ki bu? 100, 101, 0 11. O birini də yazın baxaq da. Yaxşı. Bu 4 4 ayırmadı. Bəli. Birincisini. Hə, 4 ayırdım. Rəqəmi ikilikdə düz vermişdin. Ötə yəni. Bax 4'ü yazmışdın 100 kimi, 5'i 101 kimi, 3'ü də ki 0 11 kimi. Aha.
Sonra bunu 4 ayırmışdın. Aha. Axırda bir artıq qalmış 000 yazmışdım. Orada ay sağ 0 0. Demək 0 0 1 olacaq 1. 0 10 olacaq 2. 10 11 də eləyəcək B. Çünki 1 2 4 yazanda üstə nə olacaq? 1 2 4 8. Ha, mən 11 kimi yazmışam ona görə. Hə, yo 11 olmaz axı. Çünki bu bir dənə rəqəmdir. Sən bir rəqəm yeni 2 rəqəm qoya bilməzsən axı ona görə. Ha, bildim. O birisini yaz. O cür sənin kimi yazan uşaqlar çoxdur. Buyur, ikincisini də yaz. İkinci 15 edir. Yox. 15-ci Yox. qaldı. Demək 1-in yerinə nə yazdın? 1-in yerinə 0001. Demək 1-in yerinə yazdım 0 0 0 1. Bəli. B-nin yerinə nə yazdın? 1010. 1 0 1 1. 1 niyə? 11 deyil. 11-i nəyin cəmi kimi yazıram? Ha, YB 11 idi. Sən 10 Mən götürürsən. 10 kimi götürdüm. Hə, ardın get Hə. görə zaten indi. On 17. 5-i nə yazdın? 5-i yazdın 0 101. 0101. Aha. Sonra bunu 3 ayırdın. Aha. 3 ayırdıq. 3 ayıranda sonuncu 101-i yazdıq 5 kimi, 110-u yazdıq 6 kimi. Düzdür? Sonra növbəti 116 kimi, 0 da 0-dır. Yəni 665. 17. 17 hardan gəldi? Topladım. Bunlar nə toplayırsan ki sonra? Toplamırıq. Yox. Sən bilirsən nəyə toplayırsan? Sən bunların üstünə yazmışdın. Bax 1, 2, 4. Bu birlərini toplayırsan. Bu rəqəmlər sənin kimi yazan uşaqlar da var. Bu rəqəmləri evə ardıcıl yığırsan da yan-yana. 665, 800-lükdə. Bildim. Tutdum səni. Sənin səhvin
Sən bayaqkı da bəlkə toplamışdın, hə? Hə. Hə. Yox, toplamışsan. Elə bu formada yazsan çıxardı. Aydındır? Bəli. Bir dənəsini də verim sizə. Onu yekunlaşdırıb bəzi. Yaxşımı? Sadə sual verəcəm bu dəfə. Yaxşı. Belə bir şey yazmışam. 2F 16-lıqdadır. Bunu çevir 8-liyə. Mən o qrafik çəkə bilmirəm. Cədvəli. Hə. Niyə? Mənim 16. qarışdırıram hər şey bir-birinə. Bax 16 deyil. 16-da şeydə 1, 2, 4, 8. 16-ya qədər olan 2-nin qüvvətləri. 16-ya qədər Onları olan... yaza bilirəm. Hə. Cədvəl çəkə bilmirəm. Bunu. Çəkməyə qarışdırıram. Bunu. Hə, çəkə bilmirəm. Rəqəmləri yazır, cədvəl də ehtiyacaqlar. Bir dənə rəqəmlərin boy sırasını düz. 1, 2, 4, 8 yaz. Bu ardıcılıq şərt deyil, 8, 4, 2, 1 olsun. 1, 2, 4, 8 yaz. $57. Ay, sağ ol. Düzdür. Məsələn, mən cədvəl çəkmirəm. Həmişə uşaqlara bax bunu öyrədirəm. Bilirsən nə öyrədirəm? Bir dənə sən dediyim bəlkə yadında qalar. Bax, mən uşaqlara deyirəm ki, bax, bir dənə yadda saxlayın ki, 1, hə, 0, 0, 1-dir. Bu 8-likdədir. Sadəcə 4-lükdə, 16-lıqda 4 dənə rəqəm var axı. 16-lıqda bir dənə 0 atacaqsan qabağına. Ta ki, bu 16-lıq olanda bu olacaq 0, 0, 0, 1. Yadında saxla. 8-likdə 3 dənə rəqəm var. 8 2 üstü 3 deyil. O 3-dən yadda saxla. 16-lıqda da 4 dənə rəqəm olur. Çünki 2 üstü 4-dür. Sonra bir bunu yadda saxlayırıq biz uşaqlarla. Sonra bir də deyirəm ki, məsələn 4-ü yadda saxlayın ki, 4 100-dür. Burada da olacaq 0, 100 olacaq da. Bir də yadda saxlayın şeyi. Ki bu 5-dir, bu 6. Sonra 7-ni yadda saxlayın. 7 3 dənə 1-dir. Burada olacaq 0. Bir 8-i yadda 0, 1, saxlayın, 1. o biri rahatdır. Sonra A bu 8, bu 9, sonra A hərfi var. A neçədir? 10 deyil. Bir 2 dənə 10, 10, 10. Yəni 1010. Yadda qalır. 5 də 101-dir. Hə. Bir də F-i yadda saxla. Ən sonuncu F-dəki 4 dənə 1-dir. Hamısı. Sonra bunun arasını doldurmağa nə var ki? Əgər bu 0-1-sə, 0-1-dən sonra gələn, çünki sən ikilik say sistemi rəqəmləri 1-0-dır, bir də 1-dir. Sən 0 və 1-dən düzəldə biləcəyin 0-0-1-dən sonra necə gələcək? Gələcək 0-10. Sonra 0, ondan sonra gələcək 0-11, sonra gələcək 100, 100-dən sonra gələcək 101, sonra gələcək 110, 111, sonra gələcək 1000, sonra gələcək 1001, sonra 1010, sonra 1011, 1100 1011. formada hə 1100-yə qədər çatdırılır. Başa düşdüm. Məsələn, cədvəllə də öyrənə bilərsən. Cədvəldə bir dənə əzbərləyirsən əsas bunları. Bax, bunları əzbərləyirsən. Aranı 2 özünü doldura gedirsən. Həmçinin uşaqlar üçün da yazın. 1, 10, 11, 100, 101, 110, 111, sonra 1010. Bax, 1100. belə gedir. Bax, fikir ver, bax, buradakı ardıcıllıqda. Sonra 1011, 1100, sonra 1101, 1101. 1101-dən sonra gələcək, demək 1110, sonra 1111. Bunlardakı nəyin rəqəmlərdir? Bu 1-dir, bu 2-dir, bu 3-dür, bu 4-dür, bu 5-dir, bu 6-dır, 7, 8, 9, 10. 10 deyəndə yəni A, B, nəsə arada itirdin. C. Hə, deyə bunu itirdim. Bax, burada. Çünki 111-dən sonra gələcək 1000, sonra gələcək 1001, sonra gələcək 1010, sonra gələcək 1011, sonra gələcək 1100, 1101,
1110, 1111. Hə, rəqəm olaraq da ki 6, 7, 8, 9, 10, 10 deyəndə yəni A, B, C, D, Y, F. Ki demişdim uşaq özünüz üçün yəni bunu sayın. Birdən 1111-əcən sayın. 1, 10, 11, 100, 101. Bir dəfə bir neçə də saydıqca əzbərləyəcəksiniz. Yəni məndə həmişə vaxta qədər uşaqlar, mən cədvəli bu il öyrətmişəm uşaqlara. Heç vaxt cədvəl deməmişəm. Görürəm ki, məsələn keçən əvvəlki uşaqlar hamısına bu əzbər bilirdilər. Hələ 2 dərsi əzbərləyirdilər. Mən oturub şey kimi soruşmurdum. 4 nədir, 5 nədir, 7 nədir? Özləri işlədikcə əzbərləyirlər. İndi çətinlik çəkəndə cədvəldən istifadə edirlər. Aydındır? Bəli. Var. Xeyr.